Bugün ayın 9 Aprel'de Hüqlanı müdafiə etdiyim Tofiq bəylə görüşdük. Tofiq bəy artıq acının 9-cu günündədir və bir neçə bundan qabaq görmüşdüm. Artıq açıq şəkildə görünür ki, zəifləyib və yeriməyində əvvəlkə nisbətən halsızlıq hiss olunur. Onun qan təzyiqi 110-70-ədir. Saturasiya 94'dür. Ürək döyüntüləri artıb 94'dür. Özünü o qədər yaxşı hiss etmir. Bundan başqa Tofiq bildirdi ki, hər gün ona təxminən səhər və axşam, günorta axşam yeməkləri gətirib stolun üzərinə qoyulur. Təxminən 2 saat qalır götürülür. Bu sadəcə Tofiq bəy ərizə yazıb, arz eləməklə bağlı. Buna verilən işgəncədir, psixolojik işgəncədir və bu iş bunun istər Azərbaycan konstitusiyalarında, konstitusiyasında, istər Azərbaycanın tərəfdən çıxdığı beynəlxalq konvensiyalarda daim humanizm prinsipi göstərilir. Lakin bunu qarşı edən əlbəttə ki, psixi təzyiqdir. Digər bir məsələni də toxunmaq istəyirəm. Tofiq bəy həbs edilərkən, həbs qəti imkan tədbiri seçilərkən açıq şəkildə bildirilib ki, o Bakı İstintaq Təhsilində saxlanmalıdır. Onun üçün lakin məhkəmə heç bir qərar olmadan, məhkəmə qərarı qüvvədə olurlar, onu uzaq bir məhkəmə gətiriblər. Hesab edir ki, bunun yenə bura gətirilməsində ictimaiyyətin gözündən uzaq gəlib getmə, çətinləşdirmə xarakteri daşıyır. Tofiq bəy israrlıdır. Tofiq bəylə də biz hökmü Tofiq bəy məhkəmə hökmü yalnız 2 gün bundan qabaq alıb və biz onun müzakirə etdik. Müzakirədə məlum oldu yenə yalanlar, məhkəmə deyilməyən ifadələr var. Sonra Tofiq bəy burada həkim nəzarətindədir, həkimlər nəzarət edir. Təşəkkürümüzü bildirir. Lakin biz ailəsi digər özlərinin etimat etdiyi daha bir həkimlə, Adil Qeybullahın da müayinədə iştirak etməsini arzulayır. Bununla bağlı sırağa günü 2 gün bundan qabaq mən şəxsən BTS xidmətə müraciət etmişəm. Hələ ki bir reaksiya yoxdur. Element və çəkisində hansı bir dəyişiklik? Çəkisi olub 88.1'dir. Yəni 88 kilogram 100 qramdır. Dünəndən bugünə 500 qram çəkisi azalıb.